Forbes jurnalının açıqladığı 2026-cı il milyarderlərinin reytinqinə görə Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-ünün Turbo.az, Tap.az, Boss.az və Bina.azın sahibi olan Mixail Lomtadzenin sərvəti 6 milyard dollar təşkil edib. Yanavaz.com xəbər verir ki, Lomtadzenin sərvəti son bir ildə 100 milyon dollar artıb. Qeyd edək ki, Mixail Lomtadze Forbesin reytinqində Gürcüstanın ən varlı şəxsi kimi göstərilib. Bildirilib ki, Lomtadzedən sonra Gürcüstanın ən varlı şəxsi hazırki hakimiyyətdə olan Gürcü Arzusu partiyasının qurucusu, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilidir. Bidzina İvanişvili 2,7 milyard dollarla reytinqdə ikinci yerdədir və Forbesə görə İvanişvilinin sərvəti son bir ildə dəyişməyib. Bu rəqəmlərə görə Lomtadze dünyanın ən varlı adamları arasında 680-ci, İvanişvili isə 1543-cü yerdədir. Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 51 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan Kaspi.kz-nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan Kaspi Bankın 23% səhminə nəzarət edir. Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan Turbo.az, Tap.az, Boss.az və Bina.azı nə zaman satın aldığı bilinmir. Lakin bu saytların bağlı olduğu Digital Classifieds MMC 16 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Rəsul Ruza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.